Allahın salamı, xeyri, rəhməti və bərəkəti hər bir müsəlman olmaq istəyən və müsəlman olaraq ölmək istəyən, bu uğurda addımlar atmaq istəyən, cəhd edən insanların üzərinə olsun daima. Amin. Quranda çox gözəl dualar var. Qurandakı dualar insanı bəsləyən, tam bəsləyən, bəslənməsi, yəni əhatə edən, gözəlliklə əhatə etdirəcək, cənnətə sövq edəcək, yəni cənnətə yəni elə bir şeydir ki, elə o dualar elə bir şeydir ki, elə bir dualardır ki, peyğəmbərlərin, siddiqlərin və gözəl insanların dualarıdır. Onları oxuyuruq, oxumadan, bilmədən danışanlar səhv edir ki, yəni, belə deyək, əsas o ki, Qurana söykənək, Quranı canlı dildən oxuyaq və Quranı hər gün oxumağa cəhd edək. Qurana söykənməyən hansısa fikir, əməl, əqidə ümumiyyətlə səhv, cəhənnəmə aparıcı. Və Qurandakı o dualardan əlavə dualar da çox eşidirik. Gözəl dualar edirlər cəmiyyətdə. Ancaq deyim ki, yəni bayaq dediyim kimi Qurandakı dualar insanı tam bəsləyən, insanın bəslənməsindən daha doğrusu tamam bir keyfiyyət, tam bir keyfiyyət verən dualardır. Ancaq hər kəsin də qəlbindən dualar keçir. Məsəl üçün, mən o dualardan eşitdiyim, gözəl, xoşuma gələn o dualardan insanların özləri, yəni Qurandakı dualar, plus, hər kəsdən də eşitdiyimiz gözəl dualar əladır. Allah xoş gələr, Allah diləyənə verər, yəni diləmək də Allahdan. Ancaq dua təkdə sözlə deyil, həm də əməllədir. İndi deyim o duaları, bu Aydın Mülayim'in səhifəsindən oxuduğum duadır, gözəl ki, buyurur. Biz də o duaları edək, amin deyək. Allah'ım, ey gözəl Allah'ım, bizim dünyaya olan dalğınlığımızı götür. Sənə olan güvənimizi artır. Bizə hep səni xatırladacaq, iyiliklər yapacaq və axirəti dünyadan çox sevdirəcək şeyləri lütf eylə. Amin. Allah, bizi haqqı bilənlərdən, haqqa tabi olanlardan və haqqı yaşayanlardan eylə. Amin. Allah'ım, gözəl Allah'ım, ey gözəl Allah'ım, bizə səni zikr etmək, sənə gözəl-gözəl şükr etmək və sənə gözəl-gözəl ibadət etmək üçün ilham ver. Kömək ol bizə Allah'ım. Amin. Və bir duanda deyim. Allah'ım, ey gözəl Allah'ım, bizə dində sabit durmağı diləyirəm. Doğru danışmağı diləyirəm. Kömək ol Allah'ım. Kömək ol, qurban ol. Ey gözəl Allah'ım, nemət verdiyində şükür də ver. Kəsinlik verdiyində səbir də ver. Qüvvət verdiyində ağıl da ver. Cəsarət verdiyində insaf da ver. Bəla verdiyində iman da ver. Qurban olum Allah'ım, yalvarırım. İqtidar verdiyində bəsirət də ver. Kəsinlik verdiyində səbir də ver. Nemət verdiyində şükür də ver. Gözəllik verdiyində iffət də ver. Təvazö verdiyində izzət də ver. Amin. 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 Qurban olum Allah'ım. Bütün müsəlmanlara gözəllik arzuluyuram. Yəni, axirəti qazanmağı, bu dünyada da nicat tapmağı və bir şey də deyim ki, məsəl üçün, deyirlər ki, o zırıldayır, axşam vaxtıdır, kolun boşdur, keyfiyyətsiz alınsa da çəkilsin
O biri telefonunu almayacağım. Mənimki elə köhnə telefonlardandır. Mən o təzə telefona verdiyim pulu 400-500 falan o 50 neçə manatlıq telefondur. Hazır nə olsun ki, elə qədimi verilişlərə baxırıq, görürük də. Yəni, bizim indi adlandırdığımız keyfiyyətsiz sözünə tuş gəlir. Ancaq indi hər şeyin çox parıldamağı da lazım deyil. Əsas odur, ağlımız iti olsun. Ağlımızı çaşdıran, yəni o bahalı telefonlara pul verib kasıbları yaddan çıxardan amilləri aradan çıxartmaq lazımdır. Düzdür, elə bir şey var, elə bir iş yerləri var, elə bir insanlar var ki, orada texnikanın güclüsü lazımdır. Mənə elə bu bəs edir. Ancaq bildirmək istəyirdim və onu qutarım söhbətimi ki, elə dualar var ki, deyirlər ki, o dualarda Allah'ım, məsəl üçün birini deyim, Allah'ım, könlümüzdə olanı haqqımızda xeyirli elə. Könlümüzdə olanı haqqımızda xeyirli elə. Haqqımızda xeyirli olana könlümüzü razı elə. Bu səhv dualardır. Necə yəni ki, könlümüzdə olanı haqqımızda xeyirli elə. Bəlkə də düz deyir, belə baxanda yəni, mən nəyi demək? Bu, könlümüzdə olanı haqqımızda xeyirli elə. Yaxşı, burada səhv elədin, hə? Bu məntiqlə burada elə bir səhv tapmaq olmur. Yəni, demək istəyirəm, adam özünü Allaha tabi eləməlidir. Yəni, Allahdan çox böyük şeylər istəmək olar, amma nə bilim, hətta aşmaq olmaz da, yəni. Məsəl üçün, elə dualar var ki, deyirlər, məsəl üçün, Allah'ın, məsəl üçün, özünüz açıb baxa bilərsiniz. Bu dəqiqə əzbər nəsə yadıma düşmür. Amma mənası odur ki, hər şeyi elə belə oturasan, düzdür, dua həm də əməllədir, təkcə sözlə deyil. Duanı edirsən, sonra gücün çatdığın qədər hərəkətə keçib, hərəkət artıq bacarmayanda qalanın Allahdan istəyirsən, Allah da diləyənə verir. Ancaq unutmayaq ki, Allahımız buyurur Qurandakı insan hər istədiyinə çata bilməz. Bizim istədiyimiz, çalışdığımız əqidəmizdə pozğunluq yoxdursa, cənnətdə arzuladığımız hər gözəlliyə, yəni Allahımız buyurur ki, istədiyiniz hər bir şey orada vardır. İndi sözsüz ki, yaxşı surətdə də, indi bu dünyada məsəl üçün götürək, o qədər süni bir şeylər var ki, istəyirik, amma istəyiriksə də ona bənzəri daha gözəl şeydir. O hamı bilir cənnətdə və dünyada olan, cənnət və dünyada olan fərqi hamı bilir. Demək istəyirəm ki, sizinlə söhbət eləmək mənə çox xoş gəlir, bağışlayın. Kim də xoşu gəlmirsə çıxa bilər. Amma belədir ki, insan gərək özündən asılı olan, eləməli olduğu, özünün iradəsinə bağlı olan şeyləri Allahdan istəməyək. Hər zaman əli açmaq deyil, oturub əli açasan, dua edəsən, sonra arxain olasan ki, olacaq bir arzuladığın. Əslində isə elə arxainçılıq səhvdir, sonra Allahdan küsmək də səhvdir ki, bu niyə olmadı? Allah zaqqaz qəbul eləmir. İnsan Allahına nə qədər hörmət edirsə, o qədər yaxşı sağ, müsəlman olmağa çalışmalıdır və müsəlmanlar mənim bacı qardaşlarımdır. Sevirəm müsəlmanları, onlarla söhbət etməyi sevirəm. İnşallah gözəl dualar taparam. Nəsrullah Sevinç adlı yüzü keçmiş, 100-dən çox abunə olan, yəni
kanalımda, o indi açıqsa da, mənə açıq deyil, girə bilmirəm o kanala. Orada Qurandakı olan duaları yığıb söyləmişəm, paylaşmışam. Hər birinizə uğurlar olsun. Yaxşılığı qorumaq üçün yaxşılığa qiymət vermək lazımdır. Quranı hər gün oxuyaq canı dildən və unutmayaq ki, Allahımız bizim cənnətdə kef etməyimizi istəyir. Bizi hamıdan çox sevir, hər kəsdən çox sevir. Ata-anamızdan da, özümüzdən də. Yəni, Allah, qurban olan Allah, Allahım, sən nə qədər çalışırsan ki, yəni bizi çalışdıran, beynimizə salırsan Allahım ki, o gözəllikləri ki, biz o gözəlliklər bizə qopsun. Biz əlimizi açsaq, elə açırıq da Allahım. Üzərimizdə səbir yazdır. Müsəlman uğraşacağımız Allahım. Gecə saat 2-dir. Yuxum az-maz gəlir. Ancaq mənim yəni gözəl danışmadımsa da hər bir insanın gözəl danışması üçün müəyyən amillər lazımdır. Məqamlarda var ki, alınmır. Heç kəs söz eləməsin. Dəli deyə özünüzü dəli edəcəksiniz. Ay axmaqlar, yəni mənə dəli deyən insanlara ləzzətimdir bu. Çalışın ki, yəni bir söz var, onu deyim söz. Deyirlər ki, insanlar bəs nə deyər, falan şeyə və falan kəs nə deyər. Əsas o da Allaha razı salar və insanların razı salınması üçün yox, gözəllik içində nuru axtarmaq. Nur, Allahın nurunu, Allahın yaratdığı nurları gözəllik içində bəsləmək üçün özümüzü kökləyək. Uzatdım, yadımdan çıxdı, nə deyəcəkdim. Yəni, yadıma düşdü. Yəni, deyirlər ki, elə adamlar var ki, yaxşı adamlardır. Sən deyirlər ki, bu sözü desən, bu hərəkət edirsən, cəmaat nə deyər? Mən cəmaat üçün yox, müsəlmanlarla, bacı qardaşlarla, müsəlmanlar bacı qardaşlarınızdır. Qurana əsasən və sevinç duyuram deyə paylaşına Quran ayət, yəni ailə söhbətdə olur burada. Yəni, digər ailə söhbətinə kənar Quranla bağlı, ayələrlə bağlı gözəl bir sözlə çəkilişlər etmək istəyirəm, sevinirəm. İnşallah ayaq üstü olduqca iradəmi buna cilovlayacam. Bunu yaratmaq istəyirəm ki, iradəm cilovlayacam yox, yəni o var ya, atın cilovu nədir? Tutub, yəni o yürüşlə yürümək istəyirəm ki, baxın, çox gözəldir dünya. Adam elə bax, bir dənə ətrafına baxanda fikri yayına dilər. Məsələn, bu evimdə çox xoşbəxtəm. Ətrafa baxdıqda fikrim yayınır. Çünki Allah bizim ifrat etməyimizi istəmir. Mən ifrat etmək istəmirəm. Bəli, mən sevdiyim bir şeylər hamıya ev qisməsi olsun, hamı öz evində xoşbəxt olsun. Yəni, dincəlmə gedir də, baxanda adam öz köhnə əşyasına belə baxanda adamda dincəlmə gedir. İnsan var, gözəl insan var. Həqiqətən söhbəti ifrat elədim deyəsən, bağışlayın, çirkinləşməsin dualardan sonra əməlim. Ancaq yadıma düşsəz deyərdim, yəni nə demək istəyirdim yekunda, unutdum. Müsəlman bacı qardaşlarım, sağ olun, gecəniz xeyrə qalsın. Müsəlman olmaq istəyənlər iradənizi
əməllərinizi süzgəcdən keçirtmək şərti ilə gözəlləşdirin. İradənizi, əməllərinizi süzgəcdən keçirtməklə, yəni duyğularınızı əslində süzgəcdən keçirtməklə əməllərinizin sayəsində iradənizi xeyrə çatdıracaqsınız. Hər vaxtınız xeyir olsun. Unutmayın ki, mən indi danışa-danışa fikirləşirəm ki, nə deyəcəkdim? Nəsə, gözəldir həyat. Həyat gözəldir. Düzdür, gözəldir. Amma cənnət bundan da gözəldir. Nəsə, yazma düşmədi. Sağ olun, Allah amandır. Sizlə söhbət edərkən çox uzatmayın ki, yəni axırdakını deyəndə artıq əvvəldəki çoxluq yaddan çıxır. Məndə belədir, nə bilim. Gözəl fikirlər gəlir ürəyimə, amma çaşıb yox, tələsib yaxud bir fikrə belə fanatlıq eləyib uzadanda nə olur? Bayaq dediyim kimi olur. Yadımdan çıxır əvvəl dediyim söz. Nə olacaq ki? Allahdan başqa hər kəsin səhvi də var. Allahdan başqa hər şey ölümə məhkumdur. Bunu da unutmayaq. Ölümü tez-tez xatırlayaq. Allah bizimlə olsun.